Müəllimlər və müəllim olmaq istəyən namizədlər hərəkət qabiliyyətlərlə bağlı bədənin əyilmə qabiliyyətinə aid olan bir sualla sizi tanış edəcəm. Suala diqqət edək. Kənar təsirin, ağırlıq yoldaşın müəllimin köməyi ilə oynaqların mütəhərriklik dərəcəsini artırmaq məqsədi ilə tətbiq edilən hərəkətlərdir. İlk öncə mütəhərriklik sözünün açıqlamasını verək. Mütəhərriklik yəni işləklik, hərəkətlilik mənasını verir. Oynaqlarda hərəkətlilik anlamında işlənilir. Diqqətinizə çatdırım ki, bədənin əyilmə qabiliyyəti iki cürdür. Bir, fəal əyilmə, bir də qeyri-fəal əyilmə. Bizdən isə yoldaşın, müəllimin və yaxud da hər hansısa bir çəki ilə tətbiq olunan hərəkətlərdə əsasən fəal yoxsa qeyri-fəal hərəkətləri tapmağımızı soruşur. A variantına diqqət edək. Qeyri-fəal hərəkətlər, yəni şagirdə hər hansısa bir tapşırıq veririk. Deyək ki, körpü vəziyyəti. Körpü vəziyyətində şagirdə müəllim olaraq və yaxud da yoldaş olaraq kömək edirik. Bu qeyri-fəal hərəkət olacaq. Çünki şagird özü hərəkəti icra etsəydi, fəal hərəkət olaraq hesablanacaqdır. Yoldaşın və yaxud da müəllimin köməyi varsa, qeyri-fəal hərəkət sayılır.